Anam, Nə bilim, hansını bəyənirsən? nə bilim, hamısı bir-birinə oxşayır adi. Dəvətnamələrdir də. Özünüz seçərsiniz. Mənim bu xoşuma gəldi. Qəşəngdir. Banu, bax gör sən hansını bəyənirsən? Nə bilim, bilmirəm ki, yəni evlilik mənim üçün xüsusi bir şeydir də. Mən belə hazır, standart şeylər çap etdirməzdim. Bəs sən neyniyərdin, nətər eləyərdin? Mən sevdiyim adamla fotosessiya elətdirərdim. Sonra içərisindən ən gözəl şəkli seçərdim. Dəvətnaməni də elə onunla bir yerdə dizayn etdirərdim. Ləman, əslində əla fikirdə, hə? Yaxşı. Mən bunu yadımda saxlayaram. Deyirəm, Banu, nə yaxşı dedi, nə? Doğrudan da hamısı bir-birinə oxşayır. Nəsə bir şey seçmək olmur aralarından. Maraqsızdır, buyur. Çox standartdır, buyur. Məncə qoy Ləman istədiyi kimi olsun. Olsun, olsun, olsun. Sizə nuş olsun. Biz də gedək. Ha, gedək. Yaxşı, onda mən hazırlaşım, gəlirəm. Banu qızım, işinə qarşı çox məsuliyyətlisən. Afərin, halal olsun. Çox sağ olun, Xavər xanım. Mən səni gözləyəcəm. Xoş olsun. Əla. Nə qalxım yuxarı, bir şey var onu götürəcəm. Özü yemədin heç pişirdiyindən. Mən yemişəm. Xoş olsun. Şahmat, Bəli, bir şey soruşmaq istəyirəm səndən. soruş. Bu Banunu işə kim götürüb? Banu. Yəni kimsə məsləhət görüb, yoxsa öz xoşu ilə gəlib? Xavər bebi məsləhət gördü ki, belə gözəl, göyçək, ağıllı, elmli, bir çox dillər bilən bir qız var, işi bilən. Biz də düşündük, daşındıq, qərara gəldik, dəvət elədik ofisə. Gördük, deyilən kimidir, götürdük. Belə. Yəni ki, Xavər bebi məsləhət gördü. Niyə soruşurdun ki? Heç, elə belə maraqlı gəldi, ona görə soruşdum. Nəysə, sağ ol. Banu qızım, bugün restorana getməyimiz aramızda qalsın, yaxşı? Bax, sənə dedim, xəbərin olsun. Öpdüm. Xavər xanım, Bəli. bugün restorana gedəcəyik də, yəqin ki, unutmamısınız. Hə, əlbəttə, elə şey yaddan çıxar. Amma gedə bilməyəcəyi təəssüf eləyirəm. Çünki çox yaxın rəfiqəm xəstəxanadadır, əməliyyat olunub. Onun yanına getməliyəm. İstəyirsinizsə bir yerdə gedək, hə? Yox, hara gedirsən? Yanına da çox adam buraxmırlar. Gedib gələn çoxdur. Yaxşı, necə istəyirsiniz elə olsun. Hə, gedim yuxarı. Gedərik başqa vaxt.
şəbəkəsi əməliyyat olunubmuş. Mən də inandım. Cangir, sən hələ getməmisən? Xavər, Banunun əvvəlcədən bizə gələcəyini bilirdin. Hardan bilirdin, falçıza da. Bəs dünəndən evdə sevindiyindən özünə yer tapmırdın. Mən onu çağırmamışım. Xavər, əgər Toğrulun xoşbəxtliyini istəyirsənsə, Banunu bugün evdən göndər getsin. Toğrul onu necə çağırıb sevdi göndərsin. Mən sözümü dedim. Şahmar, Hə? Buyurəm, nə oldu, buyur. Şahmar səndən bir söz soruşum. Soruş. Banu ilə aranızda nəsə var? Niyə soruşursan ki? Nə bilim, mənə elə gəldi ki, aranızda nəsə var. Əgər elə bir şey varsa, məndən gizlətmə. Ya, elə şey yoxdur. İş münasibətidir, ancaq iş bir də dostluq. Nəsə olsa mən niyə gizlədim ki, deyərdim. Yəni adınıza söz çıxartmasınlar deyə deyirəm. Səhv başa düşmə. Yo, düz başa düşdüm. Üzürlü sayın, gözlətdim sizi. Yo, problem yoxdur, elə söhbət eləyirdik. Mağazaya gedirsiniz? Hə, bugün işlərimiz çoxdur, bir neçə yerlərdə yeməliyik, mağazaya. Hə, gedin. Hələlik. Hələlik. Sağ olun. Buyur. Gedirsən, Toğrul? Hə, gedim mən də. Yaxşı, görüşərik. Görüşək. Hələlik. Hələlik. Sağ ol. Hə, düşürəm. Sağ olun. Sağ ol. Bu hara gedir belə? İndi bilərik. Olanda. Onu deyirdim. Ataş biz nəzərlə ürəyinə Yaxşı ki, gəldik. Məncə də. Salam Xavər xanım. Salam Banu. Salam, xoş gəlmisən. Şahmar, otel rezervasiyasını həll edə bildin? Hə, əlbəttə, keçən həftədən. Biletlər hazırdır. Hamısı, mən bilmirsən. Keçən həftədən hamısı hazırdır. Lap yaxşı. Səndən mən bir söz soruşum. Sənin o xaricdən qonaqların gələcəkdi. O nə vaxt gələcək? 2 gün sonra. 2 gün sonra. Aha.
Gör nə deyirəm. Deyirəm, bəs oradan da konferans məsələsi var. Bəlkə Banu ilə mən gedim konferansa, sən də burada rahat qonaqlarla məşğul ol da. Yox, sən narahat olma. Atama tapşırmışam, o maraqlanacaq qonaqlarla. Əminsən? Hə, 100%. Mən getməliyəm. 2 şirkət rəhbəri ilə görüşəcəm, yəni məcbur getməliyəm. Hə, lap yaxşı, heç, xeyirlisi. Çox sağ ol. Yaman necəsən? İşləri necə gedir? Yaxşıyam. Yaxşıdır hər şey. Sən necəsən? Şükür məndə də yaxşıdır. Yaxşı olasan. Yaxşı olsun. Xavər xanım, sizin bu rəfiqənizin vəziyyəti necə oldu? Yaxşıdır. Mən də sizlə görüşmək üçün burada yer rezervasiya eləmişdim, amma siz rəfiqənizin yanına getdiniz. Mən də evdə tək ürəyim sıxıldığı üçün bura gəldim. İndi getdim xəstəxanaya. Xəstəni gördüm. Özün bilirsən ki, xəstə ziyarəti qısa olur. Sonra isə sıxıldım, çıxdım şəhərə bir dedim, ha? Banu. Sonra da qərara gəldik ki, gəlib oturaq. Biraz burada söhbət edək. Yaxşıdır, elə sən də gəlmişsən, evdə tək oturmamısan. Hə, görürəm elə əhvalınız da yaxşıdır. Görürəm. İndi gəlin. Əhvalım o qədər də yaxşı deyil. Banu da dedi ki, gəl gedək oturaq. Əl çəkmədi, mən də gəldim. Dedim, xətrinə dəyməyim. Yox, yaxşı eləmisiniz, yaxşı eləmisiniz. Nə də olsa müvəqqəti qonaqdır da, yəni yox deməyiniz yaxşı çıxmazdı. Da, əlbəttə, elədir. Nəsə sifariş elədin? Yox, mənim gözüm topdur. Zarafat edirəm. Heç olmasa desert. Yox, onu da istəmirəm, çay kifayətdir. Necə istəyirsən. Alo? Yaxşıyam Təminə xala. Siz necəsiz? Mənə görə narahat olmayın. Dünən gecə Xavər xanım gildə qaldım. Elə indi də Xavər xanımla restorana gəlmişik. Amma atam bilməsin də yaxşı. Mən özüm danışacağam onunla. Çox sağ ol ki, mən başa düşdünüz. Sağ ol. Kimdir? Təminə xalaydı. Narahat qalıb məndən. Onu soruşurdu. Gönc diqqətli xanımdır. Elədir. Banu, deyirəm əgər vaxtın varsa həftə sonu bir yerdə gedək, gəzək, gözəl vaxt keçirək. Həm də əylənmiş olarıq, hə? Əslində pis olmazdı, yəni yaxşı fikirdir, amma həftə sonu işlərimiz çoxdur, İstanbula getməliyik. Kim gedirsiniz? Mən, Toğrul müəllim, bir də Şahmar müəllim. Üçümüz. Lap yaxşı, yəqin ki bir günlük gedirsiniz də, hə? Yox, 10 günlük. Siz bu səfəri nə vaxt planlaşdırmısınız ki? Səfəri keçən həftədən planlamışıq. Hətta oteli belə rezervasiya eləmişik. Sən xəbərin yox idi ki? Yox, var idi. Toğrul mənə demişdi. Yadımdan çıxdı sadəcə. Bilirdim. Çox sağ olun Xavər xanım. Əhvalım dəyişdi. Sən də sağ ol qızım. Mənim dəvətimi qəbul edib gəldiyin üçün təşəkkür edirəm. Amma Xavər xanım, deyəsən Yamanın xəbəri yox idi, mən bura siz çağırmısınız. Mən də özümü bürüzə vermədim, amma xoşuna gəlmədi. Elə hiss elədim.
Sən ona fikir vermə. Bir də sağ olun. Xavər. Qızım, hələlik. Hələlik özünüzə yaxşı baxın. Axşam görüşərik. Yaxşı. Hələlikləmi? Hələlik. Gedək. Gedirik. Mən elə bildim ki, biz biraz da oturacağıq. Yox. Yoruldum. Başqa vaxt gəlib oturarıq. Yaxşı? Necə istəyirsiniz? Sən də anan gözləyir, nigaran qalmasın. Gedək. Gedək, buyurun. Gəl. Şahmar, sən burada nə edirsən? Elə bil mənə kimsə dedi ki, burada gözəl qızlar çıxıblar restorandan, onları aparmaq lazım. Gəldim sizə hara lazım da aparım. Ofisə gedirdim, bekarçılıq. Şahmar, sürpriz eləmisən bizə? Demək olar. Xoş gördük. Xoş gördük. Əslində gəlməyin yaxşı oldu. Bir yer var, ora getməliyəm. Mənim gözüm sizə hara lazımdır, aparım çatdırım. Gedək. Ləman, sən də istəyirsən, gəl yol üstü düşürərik. Yox, yox, siz gedin. Mən sizə mane olmayım, sonra görüşərik. Necə istəyirsən? Bax da. Necə istəyirsən? Sağ ol. Sağ ol. Məni görəndə bir duruxdu ki, görməli idi. Nə deyəcəyini bilmədi. Mən sənə deyirəm də, bu ifritəyə bel bağlamaq olmaz. Ay qız, şeytan bunun oyunlarını görəndə əl üzündə qalır. Üzümə gülüb necə arxamca qoyumu qazırır. Yəni Banu ilə yaxın olmaq üçün əlindən gələn hər şeyi eləyir. Bax Ləman, burada deyirəm, həmişə də deyəcəm. Banunu da o restorana o çağırmayıbsa, mən də heç olmaz deyiləm. Əlbəttə ki, o çağırıb. Mən ondan heyfimi çıxacam onsuz da. Ay qız, ağlını boşuna yox ha. Birdən dəli vaxtıva salarsan, gedib toğrula deyərsən. Bax, ağzını açıb toğrula bir kəlmə də deməyəsən. Mən axmağam, gedim Toğrul anasından şikayət edeyim. Amma mən bilirəm onun oyunlarını necə özə çıxardacam. Ağlımda bir iki şey var. Nə fikirləşmirsən yenə? Sən də buradaydın. Bəli, buradaydım. Bəs nə əcəb evə getməmisən? Atan da evdə yoxdur. Anan niyə tək qoyursuz? Atam qayıdıb. Xalamla bir yerdə qayıdıblar. Bəs mənə heç kim heç deməyib, xəbərim olmayıb. Siz nə əcəb tez gəlmisiniz? Yorğunam. Gedib biraz dincələcəm, ona belə tez gəlmişəm. İstəyirsinizsə mən sizə bitki çayı hazırlayım, gətirim. Yox qızım, çox sağ ol, lazım deyil. Xavər xanım, sizlə danışacaqlarım var. Yaxşı, onda sən çayını dəmlə. Mən çıxım, əyni başımı dəyişim, düşərəm aşağı. Solmaz, gəl yuxarı, sən nə işin var? Yaxşı. Nə olub Xavər xan? Solmaz, bu qız axırda məni dəli eləyəcək. Qara məni istəyir. Hara gedirəm qabağıma çıxır. Bu nədir? Demini. Hara gedirsiniz göbələk kimi çıxır orada. Qızla görəndə boğuluram. Gəlib restoranda görüb məni. Hardan bilirdi mən restorandayam? Bayaq elə mənə də dedi ki, restorana girib çıxmışam. Dəhşət deyə, dəhşət. Özün də elə aparır ki, elə bir heç nə olmayıb. Yox, söz arası elə belə dedi.
Deyəm, bəlkə nəsə plan qurur. Xəbərim yoxdur. Ola bilər. Nə planı? Ha, nə bilim. Gəldi restoranda da gördü məni. Ki oturmuşuq. Mən də dedim ki, məni güya Banu dəvət eləyib. Baxdı, deyəsən inanmadı. Sənə nəsə deyib, olmaz. Axır ki şirkətin yolunu tapa bildin. Qabaqcadan zəng vurardın. Deyərdim ayağının altına qırmızı xalı sərərdilər. Sən dünəndən hardasan? Gör sənə neçə dəfə zəng eləmişəm. Ha, bu telefonumu aç bax da. Bax de mənə bilim ki, sən hardasan da. Hay qız, sən məni biabır eləmək istəyirsən? Hə? Narahat olma. Sən biabır eləyəcək bir şey eləməmişəm. Dünən gecə harda qalmısan? Xavər xalagildəydim. Hay qız, sən dəli olmuşsan? Elə fəxrlə deyirsən, gedib bir böyük bir qələt eləmişsən. Şirkətlərində işlədiyin bəs deyil. Hələ gedib evlərində qalırsan? Mən başa düşə bilmirəm. Sənin bu ailəyə marağın nədir? Sözlərə fikir ver. Banu, məni əsəbləşdirmə. Bu gecə evə gələcəksən. Gəlməsən, məndən incimə. Mənə də qorxu gəlirsən, hə? Nə edirsən elə? Özün bilərsən. Kamran öləndən sonra silmədin onu. Məni də silərsən. Sənin də canın qurtarar, mənim də. Hər dəfə bu mövzunu mənim üzümə vuracaqsan, hə? Hər dəfə? Sən o mövzunu onsuz unutmamısan ki. Mənə də heç vaxt unutturmamısan. Həmişə mənə zülm eləmisən. Amma artıq bəsdir. Bundan sonra mənə zülm eləyə bilməyəcəksən. Banu! Banu! Bayaq qorxdum ki, Ləman məndən şübhələnər. Bütün planlarım pozular. Sonra fikirləşdim ki, Ləman kimdir ki, mənim planlarımı pozsun. Hələ mənim arxamca iş görən anadan olmayıb. Bildiyiniz olmaz. Hə, əlbəttə ki. Bilirəm. Heç kim bu evdə sizdən icazəsiz bir iş eləyə bilməz. Bəli. Əslində Ləman sizi çox istəyir. Heç dilindən düşmüşdünüz, hə? Gecə-gündüz elə Xavər xanım, Xavər xanım. Elə də olmalıdır da. Qaynanasını çox istəməlidir də. Amma bir şey deyim sənə. Ləman, o Banu var ha. O sizin bəyənmədiyiniz Banu. Müqayisə ediləsi adamlar deyil ha. Banu çox savadlı, ağıllı, mərifətli, yerini bilən, qabiliyyətli qızdır. Onun dırnağı da ola bilməz Ləman. Onu bilin. Bir də ki, bir şey deyim. Mən Toğrula ancaq o Banunu yaraşdırırım. Başqa heç kəsi. Əlimdə fürsətim olsaydı, 3-4 günlük qızı göndərərdim oğlanla bir yerdə gedərdilər, harasa gəzərdilər, eləyərdilər. Onda nəsə aydın olardı da. Nə bilim burada. Xavər xanım, necə məsləhətdir. Mən gedim görüm çay hazırladı. Dayan. Qoyma çay hazırlasın, özün hazırla. Nəsə qatar eləyər çaya. Yaxşı. Ay, sağ ol. Nə oldu? Hazırdı çay. Ha, hazırladım. Aydos, birdən içinə bir şey zat töküb eləyərsən, ha? Dəlsən? Nə danışdınız, nə dedi Xavər? İşte, mən sorğu-sual elədi ki,
Ləman Banu ilə bağlı olan məqsədlərimizi başa düşməyib ki. Sən nə dedin? Heç nə. Mən Dastan hər şeyi danışdım. Nə deyəcəm? O, başım xarabdır. Dedim narahat olmayın. Xavər xanım, Ləman sizi öz anası kimi çox istəyir. İndi sən gedirsən, mən dediyimi də sübut edirsən, real. Yaxşı. Gəl. Sizin sevdiyiniz kimi dəmləmişəm. Çox sağ ol, zəhmət çəkmisən. Yox, nə zəhmət, xoşdur. Xoş olsun. Bir zəhmət də çək, onu mənə ver. Əlbəttə, buyurun. Sağ ol. Bugün heç sizlə rahat danışa bilmədik. Hə, elə oldu. Nə danışacaqdın ki mənlə? Xavər xanım, bu Banunun bu evdə qalmağı sizcə nə dərəcədə düzgündür? Yəni, bu qızın Bakıda qohumları var. Orada qala bilər, oteldə də qala bilər. Yəni, niyə burada qalır? Özü gəlməyib ki, toğrul gətirib də. Amma demək ki, özü də istəyib ki, bura gəlib də, Toğrulun təklifini qəbul eləməklə məqsədinə də çatmış oldu. İndi sən nə demək istəyirsən? İndi demək istəyirsən ki, deyək ki, çıx ki, qonağı necə demək olar bunu? Da qonaqdır da. Xavər xanım, o qız o otelə qəsdən getmişdi. O Toğrulun orada olduğunu bilirdi və bir şey də çox yaxşı bilirdi ki, Toğrul onun orada qalmağına razı olmayacaq. Yəni ki, bu qız bizim fikirləşdiyimizdən daha ağıllıdır. Mən indi nə edəcəyimi bilmirəm. Belə Siz narahat olmayın. Mən hər şeyi fikirləşmişəm. Bəs dedin gözləməyəcəksən. Hə, dedim, amma sonra fikirləşdim, qərara gəldim ki, gözləyim bir yerdə gedək. Yaxşı eləmisən. Qoy atam görsün, ailəm dəysin bir-birinə, daha betər olsun. Mən heç kimdən qorxmuram. Heç kim də mənə heç sad eləyə bilməz. Narahat olma, narahat olma. Nə qədər ki, mən sənin yanındayam, sənin üçün heç bir təhlükə yoxdur. Gəl gedək bir yerdə oturaq, bir keç çörək yeyək. Gəl. Üzürlü Sahib, kobud danışdım. Amma neyiniyim, əsəblərim pozulur. Əsəbləşmə, əsəbləşmə. Bu dəfə də saydım üzürlü. Gedək. Ofisdə işlərim var mənim, yarımçıq qalıb, bunları eləməliyəm. Müdür mən deyiləm. Bu günlük sənə icazə verirəm, maaşdan da tutulmur. You're welcome. necə yəni? Yəni deyəcəyim odur ki, Şahmarın Banudan xoşu gəlir. Mən başa düşə bilmirəm indi. Elə şey olar, elə o şey olsaydı mən başa düşərdim də, hiss eləyərdim. Siz Şahmarın Banuya baxışını görsəz başa düşəcəksiniz, narahat olmayın. Restorandan çıxanda da onun arxasıca getdi. Demək bunların aralarında nəsə var? Mən deyirəm bəlkə siz Şahmarla bu barədə danışasınız, hə? Yox, Şahmarla mən heç vaxt elə söhbətlər eləməmişəm. Düzdür, haqlısınız. Yəni həm Şahmar buna əsəbləşər, həm də ki keçmiş xatirələri yadına düşər. Toğrul mənə danışmışdı, oradan bilirəm. Amma Xavər xanım,
Deyirəm ki, gəlin biz bu Şahmarla Banunun arasını düzəldək, hə? Yəni belə olmağı hamımız üçün yaxşı olar. Həm də ki Şahmar xoşbəxt olar. Yaxşı, biz bunu necə eləyəcəyik? Özün deyirsən ki, qızın Toğruldan xoşu gəlir. Mən onu da fikirləşmişəm. Fikirləşmisən? Yəni ki, Şahmar o konfransa Banu ilə getsə, aralarında nəsə ola bilər. Uzağı etiraf eləyə bilər sevgisini Banuya. Yəni bundan sonra Banu Toğrula heç yaxın dura bilməz. Ən azından Şahmar sevməsə belə biləcək ki, Şahmar onu sevir. Və Banu çox yaxşı bilir ki, Şahmarla Toğrul qardaş kimidirlər. Yəni ki, onların arasına girməz. Belə şeyə ürək eləməz. Hı? Halal olsun. Da bütün planı hazırlamısan, məndən nə istəyirsən? Siz heç nə eləməyəcəksiniz. Siz sadəcə Toğrulun o konfransa getməyinə mane olacaqsınız. Elə eləyəcəksiniz ki, Toğrul o konfransa getməsin. Əla. Nə oldu? Nə danışdınız? Nə deyəcək? Qızım, sən heç narahat olma. Mən Toğrulla danışıb onu o konfransa göndərməyəcəm. Elə eləyəcəm ki, Banu ilə Şahmar getsin. Sən də inandın. Xavər deyə o. Səni yola verib. Yəni, Xavərin başqa əlacı da var. İstəsə asanlıqla həll eləyə bilər, istəsə eləməz. Əsas odur ki, görəcəyik. Mən dediyimi eləyir, yoxsa yox. Bax, onda iç üzü çıxacaq ortaya. Ləman, ehtiyatlı ol ha. Sən ona torba deymək istəyirsən. Amma qorx ki, o torbaya özün düşməyəsən. Nə dəxli var? Ay, yazıq. Xavər tərpənməzsə, Toğrul'la o qız gedəcəkləri konfransa bir yerdə. Niyə də olmasın? Alo, eşidirəm. Alo, Natəvan xanım, sizsiz? Salam, kim idi? Mən Xavər xanlarıyam. Sizlə bir məsələ barədə danışmaq istəyirdim, əgər vaxtınız varsa. Əlbəttə olar, buyurun. Çox sağ olun. Sizin əhatəniz genişdir, bilirəm. Bir məsələ barədə sizlə danışmaq istəyirdim, bir adam haqqında məlumat almaq istəyirdim, daha doğrusu. Buyurun. Deməli, Şahmarın keçmiş həyat yoldaşı Aygün indi haralardadır görəsən? Bilmirsiniz. O qız buralardan çoxdan çıxıb gedib. Onu mən də bilirəm. Hətta bilirəm ki, hansısa restoranda müğənnilik eləyir. Xavər xanım, mənim heç nədən xəbərim yoxdur. Natəvan xanım, bu iş mənim üçün çox vacibdir. Yerini bilməsəz də bəlkə hardansa öyrənə bilərsiniz. Mən bu məsələni öyrənib sizə xəbər verəcəm. Ay, çox sağ olun. Təşəkkür edirəm. Gözləyirəm. Oldu, sağ olun. Sağ olun. Belə.
Mən Xavərə ümid ola bilmərəm. O Toğrul'la danışmasa gərək mən bir yolunu tapım, Toğrul'u göndərməyim ora. Yeniyeceksin. Bilmirəm, bir yolunu tapıb danışacağım Toğrul'la. Yaxşı. Neyinsən elə? Ehtiyatlı ol. Yaxşı. Nəysə mən gedim. Sən əsas Xavərə göz qulaq ol, yaxşı? Gözün onun üstündə olsun. Baş üstə. Sağ ol. Yaxşı yol. Cəngil mən, yemək hazırdır. Çəkim yeməğinizi. Hazırla. Hazırla. Olmaz. Ben burada pencəyim vardı. Görməmsən? Yox, görməmişəm. Bəlkə Xavərxan götürüb. Ola bilər, ola bilər. Yaxşı git. Banu xanım gələndən sonra xeyirlə. Yorulmayasınız. Narahat eləmədim. Vaxtın varsa səndən bir şey danışmaq istəyirdim. Təcili deyilsə sonra danışa bilərik. İndi vacib işimiz var. Mənim deyəcəklərim də vacibdir. Yaxşı. Gəl çölə danışalım. Ləman, bu nə hərəkət edirsən? Görmürsən işlə məşğuluq. Deyəsən narahat elədim. Ləman, bura iş yeridir. Mən burada iş görürəm. Yaxşı. Mən gedim onda. Yaxşı. Vaxt eləyib zəng eləyəcəm sənə. Getmir.